Her şeyin öz vaxtı var. Səma altında hər işin öz vaxtı var. Doğulmağın öz vaxtı, ölməyin öz vaxtı, əkməyin öz vaxtı, əkiləni çıxartmağın öz vaxtı, öldürməyin öz vaxtı, şəfa verməyin öz vaxtı, sökməyin öz vaxtı, tikməyin öz vaxtı, ağlamağın öz vaxtı, gülməyin öz vaxtı, fəğan etməyin öz vaxtı, rəqs etməyin öz vaxtı, daş atmağın öz vaxtı, daşı bir yerə yığmağın öz vaxtı, qucaqlamağın öz vaxtı, qucaqlamamağın öz vaxtı, axtarmağın öz vaxtı, itki ilə barışmağın öz vaxtı, saxslamağın öz vaxtı, atmağın öz vaxtı, cırmağın öz vaxtı, tikməyin öz vaxtı, susmağın öz vaxtı, danışmağın öz vaxtı, sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı, müharibənin öz vaxtı, sülhün öz vaxtı var. Çəkdiyi zəhmətdən insana nə fayda? Allah'ın bəşər övladlarına verdiği məşğuliyyəti gördüm. O her şeyi vaxtında ve gözəl etdi, insanların ürəyinə əbədiyyət koydu. Hərçənd onlar heç vaxt Allah'ın işini əvvəldən axıra kimi dərk etməyəcəklər. Başa düşdüm ki, onlar üçün ən yaxşı şey ömür boyu sevinmək və yaxşı iş görməkdir. Həm də hər kəs yeyib içməli və zəhmətindən həzz almalıdır. Bu Allah'ın bəxşişidir. Gördüm ki, Allah'ın etdiyi hər şey əbədilikdir. Ona nə bir şey artırmaq olar, nə də əskiltmək. Allah özü bunu belə edib ki, insanlar ondan qorxsun. İndi nə olursa artıq olub, nə olacaqsa indi edək olub. Amma Allah axtarılanı axtarır. Güneş altında bunu da gördüm, ədalətin yerində şər, salihliyin yerində pislik durur. Ona görə ürəyimdə dedim, Allah salihləri də pisləri də mühakimə edəcək. Çünki hər iş və hər hərəkət üçün bir vaxt var. Mənəm də ürəyimdə dedim ki, Allah bəşər övladlarını sınayacaq ve onlara göstərəcək ki, heyvandan fərqli deyirlər. Çünki insanın da axırı var, heyvanın da hər ikisinin sonu eynidir. Necə ki bu ölür, elə də o biri ölür. İkisi də eyni ruha malikdir, beləlikdir. İnsan heyvandan əsla üstün deyil. Çünki hər şey puçdur. Hamı bir yerə gedir, hamısı torpaqdan yaranıb torpağa da qayıdır. İnsanın ruhu yuxarı mı qalxır? Heyvanın ruhu aşağı mı yerə mi inir? Bunu kim deyə bilər? Gördüm ki, insan üçün əməyindən zövq almaqdan yaxşı heç nə yoxdur. Çünki bu onun mükafatıdır. Axı ondan sonra nə olacağını kim ona göstərə bilər?